Mən valideyn kimi, müəllim kimi sizə söz verirəm ki, yaxın gələcəkdə valideynin seçimində rol oynamış bir gənc xalqının, millətinin, millətlər içində, xalqlar içində, dövlətlər içində seçimdə öz sözünü deyəcək inşallah. Siz ona o cür etibar eləmişsiniz, ona o cür xeyir-dua vermişsiniz. İnanın ki, hörmətli prezident, biz onu mənəvi, maddi tərəfini götürmürük. Biz onu sizin, onun gələcək həyatına bir xeyir-dua kimi başa düşürük. Ona görə də onu heç bir şeyin əvəz eləmək olmaz. İnşallah sizin etimadınız doğrulacaq. Sağ ol, çox sağ ol. Diqqətinizə görə çox sağ olun. Çox sağ ol. Mən çox məmnunam. Sənin bu sözlərindən ona görə yox ki, sən mənə təşəkkür edirsən. Ondan ki, bax, belə bir kənddə belə bir gənc böyüyübdür və gəlibdir, imtahanını veribdir, fərqlənibdir və mənim də xüsusi təqaüdümün alınmasına nail olubdur. Amma indi sən bunları mənə danışanda mən hamısını xatırlayıram və bunun nə qədər qiymətli olduğunu bir daha dərk edirəm, Allah düşünürəm. uzun eləsin. Düşünürəm.